problemi olan insanlar, və buranı yaxın tutun. Əsəbi insanlar, çıxıltıya əsəb olan insanlar, yuxusuzluqdan əziyyət çəkənlər, səhərə qədər televizorun qabağında yuxulayan insanlar, yatmaq üçün yuxu dərmanlarından, nevroloji problemlər üçün şeyləşdirici dərmanlardan istifadə edən insanlar. Sizlərə səslənirəm, içdiyiniz o yuxu dərmanları beyninizi narkozlaşdırır. Bəs nə vaxta qədər beyninizi narkozlaşdıra yaşayacaqsınız? Yəni siz televizor qabağında ancaq televizor səsindən mi yapmaq istəyirsiniz? Televizor qabağında yatmaq istəmirsinizsə, əsəb nevroloji probleminizi qaydasında saxlamaq istəyirsinizsə, bədəninizi ruhi səviyyədə tənzimləmək istəyirsinizsə, İKAM-ı içməlisiniz. İKAM, jenşendən, jenşen bilirsiniz də, nə cür bir bitkidir, nə cür bir faydaları var bədənə. Ondan 5 dəfə güclü olan kenstomiya bitkisindən hazırlanır. Və bu məhsulu, qabır İKAM məhsulu olur. Panik atak xəstəliyindən o qədər müraciət olur mənə. Əsmələr, epilepsiya, panik atak, şizofrenlər, əl titrəmələri, əsəb keçirən kimi tək otağa, nə bilim, qapılan insanlar, qulağına səslər gələn insanlar, gecələr durub ağlayan uşaqlar və s. mütləq şəkildə İKAM-dan verməlisiniz. Bütün orqanizmanızdakı sinirləri, xırda sinirlərin hamısını cavanlaşdırır və bütün nevroloji problemlərinizi ruhi səviyyədə tənzimləyir. Məsləhət İKAM-dan istifadə edəsiniz.